Deməli, indi sizinlə nə bölüşəcəm? Siz buna fikir verməyin, bunun tarixçəsi bir ayrıdır, feridir bunun içindəki. Deməli, bu qabdan mən almağı istəyirdim. Moykanın yanında biraz səliqəli görsənsin deyə. Və bunu açığı 20 yanvarda bir yer var, 3 manata verirdi. Adi plastikli dedim, ya plastikə niyə 3 manat pul verim ki? Balaca bir şeydir. Mənim cimirlik. Almadım, nə istədim, sonra alaram. Vacib deyil. Gəldim burada, bizdə burada İran mağazini açılıb, orada plastiklər də satırlar, əlavə ilə belə bir dənə şey. Gördüm bundan var. Soruşdum neçədir? Dedi 1 manat 50 qəpiyə. Nə yapdım? Təbii ki, həmən aldım. Sonra bir də bir məhsul tapmışam, ona oradan yox, başqa bir mağazindən almışam. Nəysə, bunun tarixçəsini danışmayım, yəni biabırçılıqdır. Bizdə təmizlik vasitələrini həmişə qaynanan verir. Yəni mən marketdən çox redki nəsə alıram. Bunu da qaynanan verib mənə, yazıq tökdü, böyük idi. Dedi, al.